hər bir halda, istər kağız kitab, istər elektron kitab, istərsə də kitab adamlar, danışan kitablar, kitab adamlar deyirəm, natiq, cəmiyyətə danışır, bəşəriyyətə danışır. Hər üçündə məzmun aktual olmalıdır. Sən orada göyə baxırsan, burada məni yer aparır. Mən dəhşətə gəlirəm, bəzi çıxışlar o qədər qeyri-aktualdır, əzizim. İndi bir tərəfdən də irad tuturlar ki, mən 100 dənə Azərbaycanda aktual məsələ var, onun 5-ini biz burada danışırıq, şənlikdə yazırlar. 95-i qalır da, deyir ki, onlarda niyə danışmırsınız? Əzizim, mən ötəmi götürmüşəm ki, bütün aktual məsələləri danışırım. Mən 5-ini danışıram. Əsas odur ki, danışığım aktualdır yoxsa yox, onu mənə dinən. Yoxsa nağıl danışıram. Mən o tərəfdən and içməmişəm ki, bütün Azərbaycanda nə qədər aktual problemlər var, hamısından danışacağam. Elə bir öhdəliyim yoxdur. Amma öhdəliyim var ki, danışdığım aktual olmalıdır, nağıl olmamalıdır. Aydındır? Bu çox vacib məsələdir. Sual, indi kimin üçün aktualdır bu? İstər ola bilər bir Azərbaycan üçün aktualdır, ya bütün bəşəriyyət üçün aktualdır. Məsələn, elə bir mövzular var ki, əbədi mövzulardır. O jurnalist dostlardan birinin sözüdür. Əbədi mövzular, əbədi əzəli mövzular. Həmişə var, olacaq da, bəli. Misal üçün, sui-qəsdi, nə bilim, cinayətdir, xoşbəxtlikdir, ölümdən sonraki həyatdır, gələcəyə ümiddir, darıxmaqdır, sıxılmaqdır. Bunlar bütün bəşəriyyətə aid olan mövzulardır. Mövzu aktual olmalıdır.